Salamünaleyküm, hər vaxtınız xeyir gözəl insanlar. Deməli, bir mövzuya toxunmaq istəyirəm ki, e, gündəlik bu mövzulardır, suallar olur çox vaxtı. Demək, qış vaxtı ağaclar belədir deyək. Həmişə yaşıllığı olan ağaclar, fərqi yoxdur, istər sitrus oldu, istər fərqli növ ağac növləri oldu, açıq köklü satılanlardan söhbət gedir. Daimi yaşıllığı olan ağaclar heç vaxt yerdən çıxardılmır. Açıq köklü qablaşdırılmır. Açıq köklü əkilmir. Açıq köklü o vaxt əkilə bilər ki, özündən diametri çox-çox böyük çıxdı və ondan dərhal yerində köçürülmə olur. Əgər həmişə yaşıllığı olan ağaclar açıq köklü çıxardılırsa da, onun adaptasiyası, yəni yer dəyişməsi 6 aydan çox çəkir. Əgər 6 ay belə qaba əkilərsə də, 6 ayda orada formalaşarsa da, bəli, onu köçürmə yerə ya satış yerindən ala bilərsən. Əgər belə bir ağacı yerdən çıxardıb, açıq köklü satışa gedirsə də, bunu alırsınız və havalar sinəndə o quruyacaq 100%. Və belə qaldı ki, yarpağı tökən ağaclar. Bəli, yarpağı tökən ağaclar, güllər, fərqi yoxdur, meyvə ağacları. Bəli, onları açıq köklü ala bilərsiniz. Açıq köklü də rahat şəkildə köçürməlisiniz. O da havalar sinməyə doğru gedir. Bu da martın 5-i 10 arasına qədər. Amma ümumi yaşıllığı olan ağaclar, bunu mən dəfələrlə deyirəm, 100% dediyim sözdə də arxayına. Kim ki alır ki açıq ağacları, bəli, %100% aldığı açıq ağacları istər sitruslardan gedir, istər qeyri-sitruslardan gedir, istər yaşıllığı olan ağaclar, yəni limonlu şamlardır, bəzi şeylərdir. Onun əgər bir şey ki qablaşdırılmırsa da, qablaşdırmadan sonra əgər o 6 ayda özünü orada dürüst göstərsə, bunun kimi yarpaqları dürüst göstərsə, o ağacı alıb əkməyinə dəyər. Kökü də göstərirəm burada. Bu bir ildir qabda yetişmiş ağaçdır. Bu belə gəlmir. Kiçik qablarda gəlir. Kiçik qablardan biz bunu köçürmə edirik iri qablara. Bax, hər dəfədə kökləri göstərirəm. Görürsünüz, bu sıxılmış ağacın kökləridir. Bu hazır gəlir. Hazır gəlmələrdən biz qablaşdırma edirik. Yəni belə bir kiçik qablarda gəlir. Kiçik qablardan böyük qablara keçirir. Yəni ki, bu dəqiqə pul xatirinə 1000 dənə hoqqadan çıxmaq istəyən, belə deyək, işbazlar deyəm, güya ki, bunlar məhsulu ucuz verirlər və o məhsul da, məsəl üçün, plankesdən gelib soruşur, 15 manada verir, mən 1 manat 50 qəpiyə verirəm, ya 1 manada verirəm. Xeyr, o 1 manat 50 qəpiyə verdiyi ağaçlar siz elə odun kimi yığarsınız bir yerə, Noruz bayramında yandırmağa gedəcək. Çünki yadınıza sağlıq aldanmayın. Əgər bir şey ki, normativ qiyməti bir şeyin 810 manatsa da, onu 1 manata verirsə də, bilin ki, o ağaçlar yanacaq. Və bu sözü deyirəm, əminliklə də deyirəm, 100% arxayın olun ki, yəni o ağaclar əgər may ayından sonraya qalsa, zəng gelin mənə deyin ki, may ayından sonraya qaldı. Mümkünatı yoxdur bunların. Ona görə çalışın ki, alanda normativ düzgün yerində oturub, məhsulu düzgün təqdim edən insanlardan nəyisə alın. Əgər bir şey ki, bir insan ki, həmişə yaşıllığı olan, fərqi yoxdur, yenə deyirəm, fərqi yoxdur. Onu qablaşdırıb, normativ qiyməti 10 manat olan ağacı, onu qablaşdırıb sizə 1 manat 50 qəpik 2 manat verirsə də, bilin ki, o adam yalan danışır.